Salam, hörmətli izləyicilər. İnsanlar mənə tez-tez sual verir ki, mən sosial yardım almaq istəyirəm. Mütləqmi iş yerində dövlət qurumunda olmalıdır? Ona görə mən hüquqşünas Zaur Seyidzadə qərar gəldim ki, bir video hazır edim. Hansı şərtlərə, yəni fikir vermək lazımdır və harada işləyə bilirsiniz. Əgər kiməsə maraqlıdırsa videonu sonuna qədər izləsin. Eyni zamanda qeyd edin ki, fərdi qaydada məsləhət almaq üçün telefon numaram YouTube kanalında istənilən videonun izahı yerində var. Eyni zamanda YouTube kanalının şort bölməsində var. İstənilən videonun üzərində. Zəhmət olmasa videonu bəyənin, qoy hamı bilsin. Vacib dövlət qurumuna işləmək, amma müəyyən şərtlər var, ona öyrənmək lazımdır. O şərtlər nədən ibarətdir qeyd edim. Əgər siz hansısa bir idarədə, təşkilatda işləyirsinizsə, fərqi yoxdur. Müqavilə Bakanlığı'nın gündən sosial yardımcısı müraciət edə bilərsiniz. Problem yoxdur. Amma ki, sizin əgər pay torpağınız varsa, orada işləyirsinizsə, onda 6 ay gözləməlisiniz, vergi verməlisiniz ondan sonra. Və ya öz bölünüzlə işləyirsinizsə, fərqi yoxdur. Yenə sosial yardım ala bilərsiniz, amma 12 ay gözləməlisiniz. Bundan əlavə, əgər özünə məşğul proqramı cəlb olunmuşsunuzsa, yenə 12 ay gözləməlisiniz. Bu şərtləri nəzərə almaq lazımdır. Eyni zamanda əgər işdən çıxmışsınızsa, bir ay ərzində yeni iş tapmalısınız. Əks halda sosial yardım kəsiləcək. Nəzərə alın. Ona görə mən şəxsən müəyyən məsələyə var, düzgün hesab eləmirəm. Mən bundan qabaqki olan videolarda qeyd eləmişəm. İnsanlar ona görə boşanırlar ki, xanımla həyatı yoldaşları işləyə bilmir. Ona görə də məcbur olaraq boşansınlar. Boşanmaya bir səbəbdir ki, iş yeri yoxdur. Heç olmasa belə deyə də ana uşaqlarını tək ailə kimi görsənsin və sosial yardım alsın. Bu düzgün deyil. Əslində işləməyən adama vermək lazımdır ki, bir dəstək olsun. Deyir, gedin məcburi işlə. Yaxşı, sən ataya deyirsən, gel işlə. Mən başa düşdüm. Heç olmasa ataya vermirsə vermə. Ana uşaqlara ver ki, ata gedib özünə iş tapsın. Ona da vermir. Deyir, yox, mütləq boşanmalısan. Niyə? Nəyə görə? Eyni zamanda belə deyək, uşaqların nənəsindən qalırsa, xanım, həyat yoldaşı, var, yəni belə götürəklər, uşaq var. Bir də nənə baba oradan qalırsa, deyir, nənə baba işləməlidir. Pensiya yaşına gəlib çatmışsa. Adamın 60 yaşı var. Harada işləsin? Adamın 55 yaşı var. Harada işləsin? Deyirsiniz, ya düşmür. Niyə? İnsanlar ona görə boşanır da. Nəyə lazımdır? Və yaxud, mən özümdə 50 olan şəxsən 50 arabasındayam. Deyir ki, 50 olan şəxsə pensiya alırsa, ailə üzvlərlə bölünməli. Qanun vericide yazılıb ki, bu yəni 50'nin özünə verir. 50 olan şəxsin özünə verir. Niyə bölürsünüz? Nəyə lazımdır? Ona görə problemin yaradır. Ailəni qorumaq lazımdır, saxlamaq lazımdır. Dövlət də bunun üçün iş görməlidir. Ailə dövlətin təməlidir. Amma deyir, yox, gedib boşa, sonra verər. Yaxşı, boşanana deyir ki, mütləq aliment almazsa. Niyə bu işləyib vermirsə, adam versin? Nəyə görə sən sosial yardımı vermirsən? Deyirsə, yox, məbləğ görsədik ki, nə qədər? İndi son zamanı mənə müraciət edənlərin sayı artıb ki, biz vaxtında boşanmışıq, amma aliment almırdıq. İndi qeyd olunur ki, aliment göstərməyik. Nə eləməyik? Mən də deyən, ya gedin məhkəməyə verin, ya da tez istəyirsə, mediasiyada bir saziş bağlayın, orada məbləği göstərin, qutarsın, geçsin. Niyə? Nəyə lazımdır bu? İnsanları niyə incidirlər? Kimə lazımdır? Vermək istəmirsə, deyən ki, ay ata, mən sənə vermirəm, sən gedib işləməlisən, əlin ayağın var. Amma yoldaşıma verirəm, uşaqları verirəm, ola deyək, dolansınlar. 285 manat nədir ki? Vermirsə onu adam başı. Deyirsə, yox, ata da işləməlidir. Nəyə lazımdır? Gör nə günə qalmışıq ki, mən bu videoda danışmışam, bir də danışacağım. İndi müəyyən səbəbdən uşaqları ataya veriblər, ana pis olduğuna görə belə deyək də. İndi ataya deyirlər ki, sən sosial yardım düşmür, gel anadan aliment al. Bu nə deməkdir? Nəyə lazımdır? Kimə lazımdır belə bir məsələ? Niyə insanları incidirlər? Nə məqsəd güdür?
Ve ki insanlar sosyal yardım alabilmesin. Kime lazımdır böyle bir sistem? Veya dediğim gibi eline arvad boşanıp eyni mülkiyette kalma hukuku var. Diyor olmaz. Su sayılacı, gaz sayılacı ayrıca olmalı. Kapı ayrıca olmalı ondan sonra. Mutfak ayrıca olmalı ondan sonra. Neye lazımdır bu sistem? Niye böyle ediyorlar? Kimin bu ideyası? İnsanlar kömək etmək istemiyorlar. İsteseler dediğin gibi diğer eline arvad boşanıp ne olsun? Boşanıp da. Ama ki anaya uşaqlara biz sosyal yardım verir. Yok. Kalmasın evde. Ya kalmasın ya da kalırsa kapı, ışık, su sayıvazı ayrıca olsun. Kaç sayıvazı ayrıca olsun. Niye? Neye lazımdır? Adamdır. Çıkıp gelip Rusya'ya başka devlete bunun bileti var, her şey var. Bilmem orada ülkede yaşamır. Değil gelip boşanın sonra gel sosyal yardım al. Niye? Bu adamın 10 yılda 15 yılda her yoldaşına haber yoktu. Sana sosyal yardım düşmüyor. Neye göre? Bir absürt da böyle şeyler. Ona göre kanun vericiye tezden bakmak lazımdır. Bu meselede. Ben her sefer ederim ki sosyal yardımdan bakı kanun verici düzgün yazılmıyor. Değil ki 3. kıfayı da işlemeli. 3. kıfayı hardan iş tapsın? Normal adam iş tapabilmiyor. Hardan tapsın? Nesi tapsın? Bir absürt. İnsanlara eziyet verirler. Dəhşətdir. Niye haber eziyet verirler? Dediğin kimi 50 yaşında, 60 yaşında adam hardan iş tapsın? Deyirsən pensiya yaşın gəlib çatmır gedir işte. Axır bizde 40 yaşından 45 yaşından sonra işten çıxdın bir de işten. Digər işe götürmürlər. Bunu nəzərə almalılar. Niye almırlar? Niye yaşlı adamlara əziyyət verirlər? Nəyə görə? Nəyə lazımdır bu əziyyət? Kimə lazımdır bu əziyyət? İnsanlara əziyyət vermək. Dəhşətdir. Siz de öz fikirlərinizi yazın zəhmətlə olmasa, görək nə fikirləşirsiniz. Hörmətli izləyicilər. Qadın xayırda boşanıb ata ocağına qayıdıb, deyir sənə düşmür ki, atın evdədir, sən yəni ki bir yerdə yaşıyorsunuz, onu gəlindən sən pul versin. Yaşlarla hardan versin? Necə versin? Bu artıq başqa ailə sayılır. Boşanıb bir də uşaqla, 2 də uşaqla gəlir ata ocağına. Bu nə etməlidir? Deyir, yok kardeşim gəlir, o kardeşini götür. Kardeş özüsün, bacı özüsün. Neye lazımdır böyle bir şeyler bilmiyorum. Kime lazımdır bu sistem kurup? Sonra özüne meşgulluq programıyla götürüp hansı avadanlık verir. Diyor sana avadanlık vermiş ya. Bir sana sosyal yardım düşmüyor. Niye? Neye göre? Sen buna boş avadanlık verirsen, ayında pul vermişsen, bir şey vermişsen, bu ayağa kalkana kadar hiç buna destek olur. Niye olmuşsa, neye göre olmuşsa? İnsandır da olmak lazımdır. Kömək etmək lazımdır. Ama olmur. Diyor ya sosyal yardım düşmüyor. Özündən məşğulluq programı da ona göre yardım var ki, sosyal yardım biraz verməsinlər. Hansı mənasız avadanlıqları götürüb verir və özdə insan istədiyi avadanlıqları vermirlər. Özlərinin hansı səhvəyi onu verirlər. Nəyə görə? Kimə görə? Bu sistem nəyə lazımdır? İnsanlara əziyyət verirlər. Götür verir bunu sosyal yardımında. Belki rahat olsun da. Sonunda sizden hamımızdan xahiş edirəm ki, videonu beğen hamı bilsin. Eyni zamanda dəstək üçün YouTube kanalına abunə olun. Diqqətinizə görə sağ olun. Sağ olun.